Sənət aləmində fəaliyyət göstərən bəzi məşhurlar yalnız yaradıcılıqları ilə deyil, sahib olduqları bizneslərlə də diqqət çəkirlər. Axşam nöqtəsi xəbər verir ki, bir sıra tanınmış simalar özəl sahədə də fəaliyyət göstərir. Əməkdar artist Vəfa Zeynalova restoran biznesinə sahib olan sənətçilər sırasındadır. Rəqqasə Fatimə Fətəliyevanın gözəllik salonu, gül mağazası və xına təşkili şirkəti var. Bu müxtəlif layihələri ilə biznes sahəsində də aktivdir. Müğənni Elçin Hüseynov şadlıq evinin sahibidir. Sənətçi həmçinin restoran biznesi ilə məşğul olan məşhurlardan biridir. Müğənni Rüfənd Axundovun isə bir neçə restorandan ibarət restoranlar şəbəkəsi fəaliyyət göstərir. Müğənni Günay İbrahiminin öz geyim ateliyesi var. O moda sahəsində də layihələr həyata keçirir. Müğənni Xuraman Şuşalı xına məclislərinin dekorasiyası ilə məşğuldur. Sənətçi xüsusi günlər üçün hazırladığı bəzəklərlə də tanınır. Müğənni Zamiq Hüseynovun həm kişi geyimi mağazası, həm də burger evi var.